isə işləyək deməli Aytəzgən. Nisbətən biraz sadə versiya, hansı ki siz bu məşq zamanı bu prinsipdən istifadə elədiniz. Özünüzlə işləyirdiniz, qolunuzu istəyirdiniz. Bu həm sizə biləyinizin güclü olmağa, elastik olmağına kömək edir davamlı işlədikdə. Həm də qarşı tərəfə işlədikdə isə onu siz yıxıb ata da bilirsiniz, strafovka eləyə bilir və rəqibi buradan yerə sala da bilirsiniz. Göstərək bu texnikanı, tutaq ki, yaxadan zaxvat, çəkdiyi əli, kullandı bu tərəfə və topu geniş. Kontrol. Göstərək bizə. Gəldi. 1 və 2. Kontrol. Göstərək bu tərəfdən. Zaxvat, yaxadan, ayağa atıram geri, götürdük. Gəlir. 1 və 2. Kullandı və kontrol. Göstərək buradan. Gəlir. Zaxvat, tut və ayağa atırıq. Gəlir. 1 və 2. Yəni bu peşəkar formada belə göstərir. Rəqib özünü atır və əslində çox adam deyir ki, yazıq nətə dəqiqləyirlər. Bu əslində daha yaxşı dəqiqləyirlər. Çünki biri var, necə gəldi yıxılmaq, hər yerin zədələnir. Biri var, peşəkar kimi yıxılırsınız və belə olanda bədəndəki o zərbəyə qarşı enerjini yarısız qırağa. Əli vurmaqla, nəfəsi verməklə, ayaqların düzgün şəkildə düşməsi ilə necə gəldi düşsək, hər yerini sındıra bilərik. Və təsəvvür edin ki, çöldə tatami deyil, qarşı kimsə belə yıxılsa, əlbəttə ki, düzgün yıxılmasa zədələnə bilər. Burada isə 5 sm qalında ən keyfiyyətli tatami, onu demək olar burada elə-belə yıxılsaz, heç nə olan deyil. İndi isə göstərək buradan zaxvat, tutduq əli. Mən sizə göstərdim, peşəkar versiya, ayaqla, hərəkətlərlə. Sizə çətin olmasın deyə durduğumuz yerdən işləyəcək bunu. 1, tutduq 2 və 3. Daha rahat anlayasınız deyə. Ondan sonra çəkdik və buradan yavaşca kontrol edelim. Göstərək. Sadə versiya. Dayanmışıq yerimizdə. 1, tutduq 2, 3 və kontrol. Kontrolun da çox sayda növləri var. Bu formada da işləyə bilirik. Bu formada da işləyə bilirik. Digər əlini götürə bilirik. Hara qoymuşsan əlini gətirmək. Daha sonra qaldıra da bilirik. Saxlaya da bilirik. Çəkib ata da bilirik. Buralarda qaldırıb vəziyyətə bir də sala bilirik. Yerə sala bilirik. Bunu qoya bilirik bura. Buradan çəkə bilirik. Buradan fırlada bilirik. Buradan da boğa bilirik və s. Yəni çox növü var. 1 və 2. Sizin işləyəcəyiniz isə bir tək yüngül bu versiya. Bir də zaxvat tutup, sol əlimizlə rəqibin biləyindən tuturuq, çəkirik kənara, sağ əlimiz gəlir məşqin əvvəlindəki o əlindən tutur və sol tərəfi aşağıya doğru bükürük. Bundan sonra yıxıldı. Kimisi bura qədər işləyə bilir, çox gözəl. Kimisi buradan o tərəfə də işləyə bilirsə, 2 qat verir. Keçdi buradan. 1, 2, 3, çəkdik və kontrol. Bir dəfə də buradan göstərirəm. Sol əlinə tuturuq. Azad elədik sinəmizdən. Sağ əllə gəlir. Əlindən tutduq və bu istiqamətdən bu istiqamətə aparırıq. Və kontrol. Və bunu edərkən onsuz da partnyorlar sizə kömək edəcək. Dərhal eləməyin ki, zədə olmasın. Düzdür, biz isim hərəkətləri əvvəldə elədik ki, sizdə problem olmasın, amma hər bir halda kimsəndə birdən coşur daha bəlkə. Yaxşı, daha proq eləyək 3-4 dəqiqə bunu.